Başlaya bilərsiniz Esmira xanım. Hörmətli həmkarlar və qonaqlar, hamınızı salamlayıram. Bugün Analitik İnformasiya Resursları Mərkəzinin elmi seminarı keçirilir. Əvvəlcə mərkəz haqqında qısa bir məlumat vermək istərdim. Analitik İnformasiya Resursları Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 19 mart 2015-ci il tarixli qərarı ilə yaradılmışdır. Hal-hazırda mərkəzdə 5 tədqiqatçı çalışır. YNEK-in Riyaziyyat və Statistika Kafedrasının dosenti, statistika ixtisasının rəhbəri Teymurov Vüsal xanım, Türkiyənin Okan Universitetinin Mühəndislik Fakültəsinin professor Vəli Şahmurov, Türkiyənin İstanbul Texniki Universitetinin Riyaziyyat Mühəndisliyi Kafedrasının doktorantı Avey Mahmura xanım və bugünkü məruzəçi Rustam müəllim, Elnur müəllim Rustamov istəyirəm. Mərkəzin tədqiqatçısı hal-hazırda Azərbaycan Texniki Universitet Karyera və Məşğulluq Mərkəzinin rəhbəri və həmin universitetində İqtisadiyyat və Statistika Kafedrasının müəllimidir. Bugünkü tədbirimiz məqsədi təcrübə mübadiləsi aparmaq, bilik və maarifləndirməni əhali arasında yaymaq, təhsil müəssisələri və mərkəzləri arasında əməkdaşlığı inkişaf etdirmək və s. Bugün məruzəçi Azərbaycan İqtisad Universitetinin Analitik İnformasiya Resursları Mərkəzi Elnur müəllimdir. O, bugün çox maraqlı bir mövzu ilə çıxış edəcək. Onun bugünkü çıxışının mövzusu regional səviyyədə tərtib edilmiş hərc buraxılış modeli ilə iqtisadi qiymətləndirmənin səmərəliliyi. Hörmətli iştirakçılar, suallarınız yarandıqca zəhmət olmasa chatda yaza bilərsiniz. Bütün suallar seminarın sonunda müzakirə ediləcək. İcazənizlə sözü verək Elnur müəllimə və ona uğurlu çıxış arzu edək. Buyurun Elnur müəllim. Salam, hər birinizə əvvələn salamlayıram. Minnətdaram ki, və qatıldınız. Şimdi istərdim ki, başlayayım. Üçün regional səviyyədə tərtib edilmiş xərc buraxılış modellərinə ehtiyac oldu və bu iqtisadi qiymətləndirmədə bizim üçün nə üstünlük verəcəkdir. Buna da ilk qeyd etmək lazımdır ki, regional səviyyədə xərc buraxılış modelləri biz hər hansı bir iqtisadi tədqiqatları həyata keçirdərkən yaxud hər hansı bir iqtisadi sosial proqnozları verərkən ümumi bir neçə göstərici üzərində, yəni bir neçə iqtisadi fəaliyyət sahəsinin məhsulu üzərində əlaqələrin qurulmasına cəhd edirik. Və bu zaman biz onun istər həmin iqtisadi region səviyyəsində və digər regionlara təsir səviyyələrinin ölçülməsində bir çətinliyimiz olur. Lakin regional səviyyədə tərtib buraxılış modellərində isə bir iqtisadi rayonun tərkibində o mövcud ümumilikdə 21 iqtisadi fəaliyyət növü vardır iqtisadiyyatda. Onlardan biz 19-dan istifadə edə bilirik. 19 iqtisadi fəaliyyət növünün digərlərinə, yəni bir iqtisadi fəaliyyət növündə baş verən dəyişilmələrin digərlərinə təsir amillərini əks etdirir. Bundan əlavə olaraq həmin bu xərc buraxılış modelinin modifikasiya modellərinə də baxacağıq ki, onlar da real sahədə, iqtisadiyyatda təsir imkanlarına malikdir. Yəni, modelinin qurulması bizim üçün önəmlidir. Burada Azərbaycan Respublikası deməli, regionların sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi zamanı onların digər sahələrə təsir imkanlarını analiz etmək olur. Regional real vəziyyəti əks etdirən bir analitik alətdir. Regional səviyyədə iqtisadi sahələr arasında əlaqələrin və qarşılıqlı təsirinin təyin edilməsi. Əlavə qeyd etmək
lazımdır ki, mən danışacağım həmin yəni bu sahə bir iqtisadi regiona aiddir. Lakin bu bütün ölkə üzrə iqtisadi regionlar səviyyəsində qurulsa, həmin multiregional səviyyədə regional xərc buraxılış modellərinin qurulmuş formasıdır. Sual oluna bilər ki, xərc, yəni ölkə üzrə qurulmuş xərc buraxılış modellərindən mövzunal səviyyədə qurulmasına əsas şərt nədən ibarətdir? Burada əsas şərt ondan ibarətdir ki, ölkə üzərində qurulmuş xərc buraxılış modeli, yəni makro səviyyədə bir sahədə baş verən dəyişikliklərin digərlərinə təsirlərini qiymətləndirir. Lakin biz əgər mikro səviyyədə, hansısa bir iqtisadi region səviyyəsində həmin regiona qoymuş investisiyanın təsirlərini qiymətləndirmək istəsək, o zaman nə edə bilərik? Ölkənin sahələr arası balansından istifadə etsək, lakin burada digər, yəni iqtisadi, amma bizə bunun üçün lokal səviyyədə qurulmuş bir iqtisadi model lazımdır ki, həmin regionlar üzrə məlumatları inkişaf etdirək. Sonraki slaydlarda bunun haqqında daha da ətraflı informasiya verəcəm. Səsim normal gəlirmi? Bəli. Tədqiqatımızın məqsədi, yəni nə üçün tədqiqat aparmışıq? İqtisadi rayonlar üçün regional xərc buraxılış modelini qurmuşuq. Yəni bundan əlavə olaraq iqtisadi təhlil və qiymətləndirilmənin aparılması üçün iqtisadi sahələrin qarşılıqlı inkişaf nisbətlərinin müəyyən edilməsi üçün tam analitik bir baza mövcuddur. Tədqiqat obyekti kimi, yəni keçmiş belə deyim də, keçmiş dataların yığmasına mümkün olduğundan iqtisadi regionlardan biri olan Gəncə Qazax iqtisadi regionu götürmüşəm. Düzdür, bugün bu region iki hissəyə bölünmüşdür. Lakin mən dataları yığmağa başladığım müddətdə, yəni keçmiş datalar olduğundan bu regionu götürmüşəm. Yenə də sual oluna bilər ki, nədən keçmiş bir rayondur? Yəni yenisini qurmaq olmazmı? Mənim bu tədqiqatda əsas məqsədim həmin metodologiyanı meydana çıxartmaqdır. Yəni bunun Gəncə Qazax üçün, Salyan iqtisadi regionu üçün, yaxud Şirvan iqtisadi regionu üçün qurulması üçün deyil. Burada əsas bunun qurulma metodologiyasıdır ki, bundan istifadə edib, yəni bütün regionlar üçün həmin bu model qurula bilir. Tədqiqatımın predmesi isə, yəni həmin iqtisadi rayonda məhsul, iş, xidmətlər, istehsal, bölgü, bildiyimiz 19 iqtisadi fəaliyyət sahəsində olan bütün, yəni göstəricilər sisteminin bir-birinə qarşılıqlı təsirini əks etdirən bir vahid cədvəldir. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, Birləşmiş Millətlər Təşkilatının, sonra Azərbaycan Respublikasının Dövlət Tədqiqat Komitəsi tərəfindən tərtib edilmiş, yəni alternativ belə deyim sizə metodologiyalar var dünyada, lakin o beynəlxalq metodologiyaları biz ölkələr üzrə tətbiq edə bilmirik. Nədən irəli gəlir? Misal üçün, dayanıqlı inkişafın məqsədlərində də bəzi göstəricilər var ki, onların yeri, yəni bazalarda əvəzləyici məlumatları vardır. Ya biz onlarla əvəzləşdirməliyik, ya yenidən toplanmalıyıq. Həmin məlumatların təsnifatını oxuduqdan sonra isə, yəni ona milli bizim göstəricilərdən hansılar cavab verirsə, onları seçirik və yaxud da onun əvəzinə olaraq onun təsnifləşdirmələrini həyata keçiririk. İkinci, iqtisadi rayon üzrə regional sahələrarası balans və bu əsnada xərc buraxılış cədvəllərinin hazırlanmasıdır. Mənim qeyd etdiyim tədqiqat 3 mərhələlidir. Birinci, regional səviyyədə sahələrarası balans hazırlanmaqdan ötürü onun xərc buraxılış cədvəlləri hazırlanır. Cədvəllər hazırlandıqdan sonra artıq balans mövcud olur və onun 3-cü mərhələdə isə artıq modifikasiya modelləri, əmək modeli, kapital modeli, tarazlı qiymət modeli kimi, yəni modifikasiya olunmuş modelləri meydana çıxır ki, bununla da təsir imkanlarını qiymətləndirmək olur. Bunlar haqqında hər biri haqqında informasiya verəcəm. Qurulmuş, yəni model əsasında iqtisadi rayonun kompleks vəziyyətini təhlil etmək, bir sahədən, yəni baş verən dəyişiklikləri birbaşa tam xərc əmsalları ilə digər iqtisadi sahələrə təsir imkanlarını qiymətləndirməkdir. Burada nədən söhbət edir? Söhbət ondan gedir ki, misal üçün, kənd təsərrüfatı iqtisadi fəaliyyət sahəsinə əgər 10 milyon manat investisiya qoysaq, digər sahələrə nə kimi təsirlər göstərəcək? Bunları növbəti slaydlarda ətraflı izah edəcəm. Həmin bu regional balansın qurulması üçün, cədvəllərin qurulması üçün 3 metodologiya vardır dünyada. Bu metoda, yəni bu balansın qurulması üçün əsas istifadə etdiyim mənim, yəni 3 metodoloji baza var. Birincisi, Birləşmiş Millətlər Təşkilatının Milli Hesablar
sistemi haqqında olan metodologiyasıdır. İkinci, Avropa Statistika İttifaqının, Avrostat deyilir, onun yəni verdiyi metodoloji konferanslarından, yəni metodoloji əsaslarından çıxan məlumatlar. Üçüncü isə Dövlət Statistika Komitəsinin Milli Hesablar Sisteminin yığılmasına dair metodoloji aspektlərindən danışacaq. Bu üç yəni metodoloji bazadan istifadə edərək regional sahələr arası balans modelinin qurulması üç əsnada həyata keçirilir. Bunlardan birincisi aşağıdan yuxarıya metodudur, ikincisi yuxarıdan aşağıya metodudur, üçüncüsü isə qarışıq metoddur. Bu metodların bir-birindən fərqləri nədən ibarət? Aşağıdan yuxarıya metodunda ilkin, yəni rayon səviyyəsində olan göstəricilərdən iqtisadi rayon səviyyəsində olan göstəricilərə də çıxılır. İkinci metod isə yuxarıdan aşağıya metoddur. Bu nə üçün lazımdır? Bəzi məlumatlar mikro səviyyədə mövcud deyildir. Misal üçün, regiona ayrılmış hərbi xərclər, regiona ayrılmış sosial xərclər, regiondan keçən misal üçün iri nəqliyyat dəhlizlərinin faydası. Bunlar əsasən ölkə, yəni ərazisinə, yəni ümumi ölkə makro səviyyədə tətbiq edilmiş investisiyalardır, subsidiyalardır, grantlardır, yaxud digər xərclər. Bunlar ümumi ölkə üzrə var, amma iqtisadi region üçün mövcud deyil. Bu zaman biz BMT-nin və yaxud Avrostatın metodologiyasından istifadə edərək həmin o, yəni belə deyim ki, paya malik göstəriciləri yuxarıdan aşağıya metodikasından bölüşdürmələrini həyata keçirdik. Qarışıq metodda isə həm aşağıdan yuxarıya, həm də yuxarıdan aşağıya metodlarının birləşməsidir. Mənim əsasən qurduğum həmin bu balans modeli hər iki, yəni aşağıdan yuxarıya olsun, istər yuxarıdan aşağıya metodlarının vəhdətindən alınır. Sual oluna bilər ki, nə üçün qarışıq metodda, yəni net aşağıdan yuxarıya metodundan, yaxud yuxarıdan aşağıya metodundan istifadə olunur? Bəli, düz qeyd edirsiniz. Bunların hər biri ilə yəni həmin balansı qurmaq olar. Lakin burada əsas problem ondan ibarətdir ki, bəzi göstəricilərin mikro səviyyədə olmaması, bəzi göstəricilərin isə makro səviyyədə mövcudluğu, yəni iqtisadi rayonlar arasındakı əlaqələrin mövcud olmaması bizə bu qarışıq metodla, yəni artıq statistik metodlardan istifadə etməklə həmin cədvəllərin qurulmasını həyata keçirməyə şərait yaradır. Regional xərc buraxılış modelinin nəzəri əsaslarından da sizə danışdım. Bunun əsas mərkəzində milli hesablar sistemi durur, sonra regional hesablar sistemi durur və ilk dəfə olaraq həmin o regional xərc buraxılış modellərini, yəni birinci ildə Professor Lev Leontiyev tərəfindən tərtib edilmişdir. Metodologiyası vahiddir. Yəni, vahid bir metodologiya əsasında formalaşır. 3 kvadrantdan ibarət olan həmin bu metodologiyanın üzərində müxtəlif ölkələr yəni öz sahələr arası balans modellərini qurmuşlar. Burada, yəni vahid metodologiyanın əsasında qurulmuş modellərdə, yəni bu regional səviyyədə xərc buraxılış modelinin üstünlüyü nədən ibarətdir? Üstünlüyü ondan ibarətdir ki, yəni ölkə üzrə bu modelləri qurmuşdur. Lakin bütün ölkə, yəni ərazisinin, iqtisadi rayonlarının bu modeli qurulsa, artıq birbaşa iqtisadi əlaqələrin tam modifikasiya edilməsi mümkün olur. Və bu modelin, yəni xərc buraxılış cədvəllərinin, modellərinin qurulması regional xərclər buraxılış modeli sistemi, regional bir modelləşdirmə, RIMS-2-ni formalaşdırır ki, bunlardan sonraki regionlar üzrə iqtisadi qiymətləndirilmədə əvəzsiz bir analitik alətə çevrilir. Bunlar növbəti slaydımda isə qeyd etdiyim kimi Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında Avropa Komissiyasının, Avrostat deyilir, Beynəlxalq Valyuta Fondunun, İqtisadi Əməkdaşlıq Təşkilatının, Dünya Bankının Milli Hesablar Sistemində 2008-ci il metodiki nəşrindən istifadə olunur. Yəni bu metodiki nəşr yeniliklər, dəyişmələr olmadığını düşünülür, yəni bir əsas olmadığından. İkinci isə Avropa Statistika Bürosunun qeyd etdiyim kimi Avropa Hesablar Sistemi metodudur ki, onun da 20-yə yaxın metodoloji aspektləri var ki, məsələn, ev təsərrüfatlarının xərclərinin hesablanması, aralıq istehlakın tərkibinin hesablanması, regiondan gətirmə və ən böyük sahələr arası balansın qurulmasında problem, regiondan götürmə problemlərinin aradan qaldırılması metodlarının, yəni dünya səviyyəsində, Avropa standartları səviyyəsində və statistik göstəricilər səviyyəsində hansı müayinələrə, hansı müşahidələri keçirmək lazımdır, sorğunun sualları necə qurulmalıdır,
alınmış nəticələrin kənarlaşmaları necədir? Yenə də qeyd edirəm, bizim özümüz hər hansı bir fərdi yanaşma verə bilirik. Sorğumuzu bu şəkildə quraq, bu sualları quraq. Lakin alınmış nəticəni həmin o regional hesablar metodu Avropa Statistika Bürosunun hazırladığı nəşrlərdə artıq sınaqdan çıxmış bir metodologiya üzərində qurulur. Yəni bundan istifadə edib həmin o modeli qurmuşam. Problemlərlə yanaşı da qeyd etdim ki, yəni müəyyən statistik göstəricilərin mövcud olmaması, məsələn, regiona gətirmənin həcmi, regiondan aparmanın həcmi, hərbi xərclərdir, ekoloji vəziyyətlə bağlı. Bu xərclərin mövcud olmaması, yəni yuxarıdan aşağı metodu ilə, orada da yenə də Avropa Statistika Bürosunun məlumatlarına görə yuxarıdan aşağıya metodunda regionun əhalisinin, ondan sonra regionun ərazisinin, regionun ümumi buraxılışının nisbətləri götürülür ki, bayaq da qeyd etdiyim kimi, yəni bunlara nisbətən əsasən regionun lokallaşma insanları çıxmalıdır. Yəni orada 8-ə yaxın göstərici var ki, regionların ranklaşması ilkin olaraq həyata keçirilməlidir. O ranklaşmaya uyğun olaraq da, yəni o göstəricilərin bölgüsü, misal üçün ölkə üzrə həmin vəsait 10 milyon manatdırsa, Gəncə Qazaxın, yəni həmin birinci ranklaşmaya həyata keçirilməlidir ki, ərazisinə görə, əhalisinə görə, ümumi buraxılışına görə nə qədərdirsə, ona uyğun da bölgü həyata keçirilib, yəni həmin o vahidlər, o regiona çəkilisi payı verilsin. Bundan sonra regional xərc buraxılış modellərinin qurulmasında digər bir əsas problemi hissələrdən də biri əmək bazarı iştirakçılarının miqrasiyasıdır. Bildiyimiz kimi, yəni əmək bazarı iştirakçıları deyəndə iqtisadi fəal əhalinin tərkibində olan, yəni muzlu işçilər həmin iqtisadi regionda yaşayırmı? Yaxud oraya iş məqsədi ilə miqrasiya mı ediblər? Burada mövcud problem ondan ibarətdir ki, misal üçün, hal-hazırda məsələn, paytaxtımızın ətrafını götürsək, oraya iş məqsədi ilə gələn miqrantlar var. Onların təyin edilməsi üçün də sorğunun və yaxud müayinənin həyata keçirilməsi mütləqdir. Və burada artıq müxtəlif iqtisadi fəaliyyət sahələrində sorğuların həyata keçirilməsi ilə həmin regional modellər qurulub. Bundan əlavə olaraq, yəni həmin modelin qurulmasında istifadə olunan yəni məlumat bazalarını nəzərinizə çatdırmaq istəyirəm. Əsasən beynəlxalq metodologiya və milli standartlar, mütləq burada metodologiya və standartlardan istifadə olunmalıdır. Uyğun olaraq göstəricilər sistemi, inzibati məlumatlar, Dövlət Statistika Komitəsinin məlumatlarıdır və müayinənin nəticəsidir. İnzibati məlumatların, yəni əksər hissəsini Dövlət Statistika Komitəsinin tərkibində də tapmaq mümkündür. Yəni onun məcmuələrində də regional səviyyədə mövcuddur. Ondan əlavə olaraq müayinə nəticələri isə əldə edəcəyimiz məlumatların çətinliyi meydana çıxır. Yəni onları həyata keçirsək, yəni orada tapılmayacaq məlumatları da tapa bilirik. Bundan əlavə qeyd edim ki, deməli, ekonometrik qiymətləndirməyə gəlib, həmin xərc buraxılış modellərinin qurulmasından sonra artıq bizim əlimizdə hazır işlək bir modelimiz vardır ki, və bir neçə təhlil, yəni yenə də deyirəm, beynəlxalq metodologiyada istifadə olunmuş bir neçə təhlil alətlərimiz əldə olunur. Burada əsas kapitalın istehsala təsiri, pərakəndə ticarət dövriyyəsinin təsiri, əsas kapitala yönəlmiş vəsaitlərin ümumi buraxılışı təsirini qiymətləndirmək mümkündür. Bunları sizə nümunə üçün dedim ki, yəni bir sahənin digərlərinə təsirləri. Və qarşınızda həmin o Gəncə Qazax iqtisadi regionu üçün qurduğum məhsul, iş və xidmətlərin istehsalı bölüşdürülməsi sahələrsinin balansıdır. Gördüyünüz kimi, yəni bunun hər birini, hər bir rəqəmlərini aydın görə bilirsinizmi? Xanalar üzrə yerləşdirmişəm. Və artıq burada ümumi məhsul buraxılışı olsun, onların təsirləri olsun, cəm aralıq tələb olsun və hərflərlə qeyd etdiyim A-dan C-yə olan isə iqtisadi fəaliyyət növlərinin adlarıdır. Yəni, yuxarıdakı hissədə yazmışam kənd təsərrüfatı. Aydın görünürmü ekranda? Mədən çıxarma sənayesi, emal sənayesi.
Səsim normal gəlirmi? Belə görünür, Elnur müəllim. Bəli, bunların hər birindən istifadə etməklə həmin model qurulmuşdur. Və həmin xərc buraxılış modellərinin əsasında qurulmuş modellər əsasında əlavə dəyər və son məhsul göstəricilərinin arasındakı əlaqələr, əmək balansı modeli, əsas fondların sahələrarası balansı modeli və əlavə dəyər normaları və tarazlı qiymət modelləri qurulmuşdur. Burada sizə, yəni ilkin olaraq modellərdən ümumi buraxılışın əlavə dəyər və son məhsul göstəriciləri arasındakı bir interpretasiyasını vermişəm ki, multiplikator əmsallarının da təyin edilməsi mümkündür. Yəni burada sahələr üzrə ilkin olaraq 10% artıma uyğun olaraq digər sahələrə təsir imkanlarını göstərmişəm. İş qüvvəsi, yəni əmək bazarının və yaxud da qeyd etdiyim kimi tapılması çətin olan iş qüvvəsi son məhsullardan, yəni asıllığın qiymətləndirilməsi yenə də 10% nisbətində bir interpretasiya verib digər sahələrə nə kimi məşğul əhalinin, yəni sayının faizini nə kimi artımına təsir etdiyinə baxa bilərik. Üçüncü modelimizdə isə deməli əlavə dəyər normalarının qarşılıqlı əlaqəsinə baxa bilərik ki, yəni multiplikator əmsalları necə dəyişir, hansı sahəyə daha çox təsir göstərir, hansı sahəyə daha az təsir göstərir, bir sahədəki dəyişilmələr, yəni bir sahəyə qoyulan investisiya mı olsun, hər hansı bir iqtisadi hərəkətlilik mi olsun, digərlərinə necə təsir göstərəcək və yaxud vahid görürsünüz və onlara təsir göstərməyə də bilər. Bundan əlavə qeyd edim ki, nəticələrimiz nədən ibarət oldu? Həmin modelin qurulması artıq BMT-nin metodologiyaları olsun, Avrostatın metodologiyaları və yerli statistik məlumat bazasının metodologiyalarından istifadə etməklə qurulmuş model daim olaraq aktiv iştirak vəziyyətdədir. İndi sual oluna bilər ki, o modeldən məsəl üçün burada iştirak edənlər də istifadə edə bilərmi? Bəli, iştirak edə bilər. Onun ilkin bir neçə, yəni statada olsun, SAS-da olsun istifadə olunması üçün ilkin bir hazır vəziyyətdədir. Bir sahəyə verilmiş dəyişilmənin region daxilində digərlərinə necə təsir etməsini görmək olar. Lakin onun digər regionlara təsirini qiymətləndirmək üçün həmin qurulmuş modelin bütün ölkə regionları üçün qurulması lazımdır. Hər biri üçün ayrılıqda qurulması lazımdır ki, bir rayonda artıq baş vermiş dəyişilmənin digər rayonların sahələrinə necə təsir etdiyini öyrənmək olsun. Misal üçün, Gəncə Qazax iqtisadi regionunun sənaye sahəsinə qoyulmuş 10 milyon vəsaitin, belə deyim sizə, Mərkəzi Aran iqtisadi regionunun sənaye sahəsinə təsirinin qiymətləndirilməsi mümkün olsun. Və burada qurulmasında ikinci nəticəm ondan ibarət oldu ki, aşağıdan yuxarı və yuxarıdan aşağı metodlarının qarşılıqlı təsiri ilə biz statistik kənarlaşmanın, o kənarlaşmanın da qarşısını ala bilirik ki, yəni bir ortamı tapa bilirik ki, aldığımız nəticələr reallığa yaxın bir məlumatlar olur. Bundan əlavə olaraq həmin xərc buraxılış modelləri əsasında, yəni cədvəlləri əsasında iqtisadi rayon üçün sahələrarası balans modelini qura bilirik. Onun əmək, kapital, tarazlı qiymət kimi modifikasiya modellərini tam işləyib qura bilirik və onun iqtisadi multiplikatorlarını hesablamaq mümkün olur. Deməli, bundan əlavə qeyd etməliyəm ki, yəni regional xərc buraxılış modellərinin əmək, kapital balansı kimi modelləri və onların regional işsizlik problemlərinə, digər investisiya prioritetlərinə və portfellərin təyin edilməsinə əvəzsiz rolu mövcuddur. Diqqətiniz üçün təşəkkür edirəm. Hər hansı suallarınız varsa, buyurun. İlk öncə Elnur müəllim, maraqlı və aktual çıxışınıza görə təşəkkürümü bildirirəm. Leontief modelləri makro səviyyəsində çox vacibdir. Onlar çox mürəkkəb modellər, mən bildiyim qədər deyirəm. Oradan çox maraqlıdır. Həm də indi Riyaziyyat və Statistika Kafedrasının dosenti Teymur Vüsali xanıma söz vermək istəyirəm. Vüsali xanım, buyurun. Çox sağ olun Esmira xanım. Hər kəsi salamlayıram, bütün iştirakçıları təşəkkür edirəm hər kəsə. Elnur müəllim sizə təşəkkür edirəm.
Çox gözəl, yəni ətraflı təqdimatınız üçün. Ümumiyyətlə, sualımı deyəcəyim sizə. Öncə fəaliyyətimizdən az öncə məlumat verdi Esmira xanım. Bildirmək istəyirəm, Esmira müəllimə, mən qoşula bilmədim deyə, yəqin ki, məlumat bildirmişsiniz də, bizim iş fəaliyyətimizdən biraz danışmışsınız. Yəni, qısaca olaraq demək istəyirəm ki, biz üçümüz, yəni müxtəlif, belə deyək də, mövzuları daim araşdırırıq, yəni birgə fikrə gəlirik. İndi bu Elnur müəllimin də təqdim etdiyi model gördüyünüz kimi çox maraqlıdır. Öncə sualımı vermək istəyirdim. Bir neçə sual deyim. Biri odur ki, bu model aktiv olması üçün daima, yəni daha nələr etmək olar və necə alqoritmləşdirmək olar? Yəni bir sözlə qiymətləndirmə necə gedəcək bu halda? Bu barədə Elnur müəllim məlumat versin, zəhmət olmasa. Deməli, bu modelin qurulmasında bir yaxda qeyd etdiyim kimi mən həm inzibati məlumatlardan, həm Dövlət Statistika Komitəsinin məlumatlarından və sorğulardan istifadə etmişəm. Bildiyimiz kimi ölkə üçündə xərc buraxılış modeli 5 ildən bir yəni toplanaraq həyata keçirilir. Burada əsas məqsəd nədən ibarətdir? Bundan ibarət deyil ki, yəni bunun qurulması çətin prosesdir. Əsasən, yəni iqtisadi nəzəri cəhətdən baxsaq, bəzi iqtisadi göstəricilərin, yəni təhsil imkanları 5 ildən bir, yəni ən qeyd olunan 5 ildən bir dəyişdiyindən o rəqəmlərin, yəni bir-birinə təsirləri 5 il həcmində qiymətləndirilir. Yəni burada da regional xərc buraxılış modellərinin, əgər həmin o dataları dediyim, yəni ilkin bazasının qurulmasında istifadə etdiyim rəqəmləri hər il Dövlət Statistika Komitəsinin yaxud digər inzibati məlumatlardan yenilənsə və bundan əlavə olaraq da hər il o sorğular həyata keçirilsə, istər iqtisadi subyektlər arasında, istər belə deyim də, sosial subyektlər arasında o məlumatlar, o sorğular daima yenilənsə, o modelin daima alqoritm, yəni hər illik yeni nəticələrini praktiki olaraq istifadə etmək mümkündür. Əsas çətinlik, üzr istəyirəm Müsahil xanım, o modelin birinci dəfə qurulmasıdır. Digər illərdə isə onun ancaq data hissəsi, yəni məlumat bazası yenilənməklə istifadə etmək mümkündür. Çox rahat da interfeys var, istifadə olunur. Təşəkkür edirəm, çox sağ olun. Siz sağ olun. Bizi çatda da sual var. Fərid Qurbanlı soruşur. Müəllim, xərc buraxılış sistemini hər ölkə üçün eynidir, yoxsa fərqlilik təşkil edir? Çox sağ olun sualınız üçün. Qeyd edim ki, yəni ölkə üzrə olan xərc buraxılış modelindən regional səviyyədə olan xərc buraxılış modelləri fərqlənir. Yəni Fəridin sualı ölkə üzrə olan, bəli, dünya üzrə qeyd etdiyim kimi Birləşmiş Millətlər Təşkilatının metodologiyası əsasında qurulmuş bu modellər bütün dünya ölkələri üçün eynidir. Metodologiya vahiddir. Yəni bunu kimsə istifadə etsin, elmi tədqiqat nəticəsində əldə etsin belə bir şey deyil. 1951-ci ildə professor Lev Leontev tərəfindən tərtib edilmiş bir cədvəldir. Bütün dünya ölkələri üçün standart. Bu metodologiyanın, yəni kəşfinə falan ehtiyac yoxdur. Qurulmuş bir modeldir. Sadəcə olaraq bunun məlumat bazasını yığıb və bugünkü yəni orada əsas çətinlik nədən ibarətdir? Tapılmayan məlumatların əldə edilib, yəni statistik müşahidələrlə, sorğularla, statistik tədqiqat üsullarla əldə edilib o modeldə yerinə qoyulmaqla yaradılır. Regional, bəli, bütün dünya ölkələri üçün eynidir və dünya ölkələrinin iqtisadi rayonları üçün də eynidir. Fərid müəllim, yəni burada hamısı üçün eynidir. Sadəcə olaraq o məlumatların toplanması və yerli məlumatlarla, yəni əvəzlənməsi, bizim yəni milli standartlara uyğun məlumatlarla əvəzlənsə model eynidir. Yəni işləmə prinsipi eynidir. Bu qədər yəni. Çox sağ olun. Dinləyərkən mənə də bir sual yarandı. Bu qurulmuş modeli digər bazalarda, proqramlarda interpretasiyası mümkündürmü? Esmir xanım, çox sağ olun sualınız üçün. Bəli, bu modelin ilkin yəni qurulmuş formasında proqram paketi üzərində qurmuşdum. Sonradan düşündüm ki, yəni bunun istifadəsində belə deyim sizə çətinliklər yarana bilir də, onun üçün onun ilkin bazasını Excel proqram paketinin üzərində yığmışam.
ən sadə yəni bir proqram paketə çevirdim ki, onun istifadə dilini. Excel proqram paketindədir. Yəni orada hətta rəqəmləri belə Excel üzərində almaq olur nəticələri. Amma onu Excel üzərində olması bunu onu göstərir ki, bunu sabah SAT proqramına, EVIS proqramına, SPSS-ə, Python-a, yəni istənilən proqram paketə çevirməsi mümkündür. Yəni ilkin bazası həmin modelin, yəni qurulmuş hazır vəziyyətdə olan bir hissəsi SPS, yəni əsas kötüyü belə deyim ki, Excel'in üzərindədir. Bunun Excel'in üzərində olması, yəni hər bir insanın istifadəsi üçün. Çətinliyi bir ondan ibarətdir ki, bizim yəni hal-hazırdakı bu UNIAC-dəki tədqiqat mərkəzimiz kimi bir mərkəzdə ildə bir dəfə onun məlumat bazası yenilənsə, onun istifadəsi, yəni adi istifadəçilər üçün artıq onun bazasını qurmağa ehtiyac yoxdur. Onlar ona interpretasiyalar verməklə bir sahənin digərlərinə təhsil imkanlarını rahat görüb, ondan öz tədqiqatlarını həyata keçirdə bilərlər. Çox sağ olun, Emin, çox sağ olun. Siz sağ olun. Mən bir dənə də bir sual verim əlavə olaraq. Buyurun. Demək, indi biz məlum məsələdir ki, canlı translasiya gedir, yəni tələbələrimiz, aspirantlarımız, tədqiqatçılarımız qoşulub baxa bilərlər, yəni onlar üçün də bu maraqlı olar. Bu balansın qurulması üçün bax, məhz tədqiqatçılara nə fayda verilir, nə verə bilir bu balansın qurulması tədqiqatçılara, yəni özəl və dövlət bizneslə məşğul olanlarda, yəni həll olunanda bəzi məsələlər qurulmuş model nəyi verir bizə? Bax, bu barədə konkretləşdirib bir cavab verə bilsəz, yaxşı olar. Çox sağ olun Müsahə xanım sualınıza görə. Bu modelin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, yəni ümumi ölkə üzrə təsəvvür edək ki, misal üçün, ümumi ölkə üzrə sənaye sahəsinə qoyulmuş 10 milyon manat vəsaitin ölkənin digər sahələrinə təsirlərini biz qiymətləndirə bilirik. Lakin burada daha konkretlik və mikro səviyyədə nəticə çıxartma mümkündür. Yəni, misal üçün, hər hansı bir iqtisadi regionda, misal üçün, Şirvan iqtisadi sənaye sahəsinə qoyulmuş vəsaitin digər iqtisadi, yəni 19 iqtisadi fəaliyyət növünə təsirlərdir. Və düz qeyd edirsiniz, bir şey də yadımdan çıxdı, yəni qeyd etmədim. Mən bu modeli quranda 19 iqtisadi fəaliyyət növünə çatmamışdan qabaq, yəni o modelin iqtisadi fəaliyyət növlərinin 5 rəqəmli təsnifatı üzrə qurmuşam. Və onları 96 iqtisadi fəaliyyət sahəsi kodundan aqreqatlaşdırıb 19-a qaldırmışam. Yəni, modelin arxa hissəsində isə artıq hətta məhsullara, yəni iqtisadi fəaliyyət növlərinin alt təsnifatlarına var. Yəni, dövlət sahələr, dövlət iqtisadiyyatı olsun belə, istər investisiya qoyuluşları olsun, istər digər prosesləri artıq iqtisadi və sosial siyasəti həyata keçirərsən görə, yəni verəcəyi nəticələri görə bilirlər. Özəl sahələr isə biznes, yəni sferasında, biznes statistikasında artıq ala biləcəkləri həmin faydaların artıq belə deyim də investisiyanı qoyub da son nəticəsinə çatmaqdan isə bu başdan artıq əllərində bir təhlilləri olacaq, proqnozlaşdırma alətləri mövcud olacaqdır. Təşəkkür edirəm, çox sağ olun. Siz sağ olun. Çox sağ olun, çox maraqlı suallar, çox vacib və dərin cavab verirsiniz. Emin mənim çox sağ olun sizə. Sualları olanlar buyursunlar. Məncə suallar bitdi. Reyna xanım, icazənizlə əlavə suallarınız yoxdursa, elmi seminarımız yekunlaşmış hesab edək. Belə mühüm və maraqlı seminar keçirdiklərinə görə bütün təşkilatçılarına, bütün iştirakçılarına və mənzərəçiləmə Elnur müəllimə təşəkkür edirəm. Çox sağ olun hamısına. Mən də təşəkkür edirəm. Sağ olun Esmira xanım. Sizə mərkəz rəhbəri olaraq həm də bugün moderator vəzifəsini boynunuza götürdünüz. Elnur müəllimə məruzəşimizə maraqlı deməli məruzəş üçün, təqdimat üçün təşəkkür edirik. Salih xanım sizə təşəkkür edirik. Çox sağ olun. Aktiv iştirakınıza görə hamıya, bütün iştirakçılarımıza təşəkkür edirik. Belə bu qədər. Onda çox sağ olun. Gələn inşallah tədbirlərimizə qədər, görüşlərimizə qədər. Sağ olun. Özünüzə yaxşı baxın. Sağ olun. Minnətdarım.